Sən çağırmırsan mənə söhbətə. Danış da, nə fişteşka kimi ağzını açıq qalıb. Day oğlum. Hala ne oldu? Danış da bir zagruska ile özür Ben çağırmışam qardaş. Dünən bu xanım toyda rəqs eləyəndə siz buna bir böyük kimi zarafatyanı ilişmişsiniz. Yəni, düzürəm. Yaxşı eləmişəm, ilişmişəm. Sən niyə gəlmirsən bura? Nakazat eləməyə gəlmirsən mənə? Çəpiş kimi qulağı tutub mələdərəm ha səni. Bu qulaq burma əslində lazımlı şeydir. İstəyir çəpiş olsun, istəyir adam olsun. Bu yəni arada bir lazımdır. Biz sən bayaqdan mənim gözlərimdən, üz dizgilərimdən hiss eləmirsən ki, mən səndən incimişəm? Başa düşmə, necə yəni incimişəm ha? Bu aprel ayında durub qısa qolda gəlmirsən mənimlə söhbətə. Biz demirsən ki, sənə soyuq olar? Hala buna danışırsın sen danışırsan. Bayaqdan mənə demedin ki sen geri onunla kazet eləyim. İndi inciməkdən zaten danışsan sen. Şana pipi. Vurub uçurdum ha səni. Mən indi əslində geyimim o deyil. Mən gedim dava geyimimi geyinim, paltarlarımı. Gəlim səninlə söhbət edirəm. Bir 20 dəqiqə 15 dəqiqə burada deyəm. Gedə gəlir. Necə lazımdır səninlə mən söhbət edirəm. Buna bax hələ mənim üçün qız istəyir, hə? İndi qulaq asma. Sən o qızı sevirsən? Yox, yox. Eşmirəm bəlkə. Yox, istəmirəm. Axsa sən o qıza. Yox. Ay çox ağıllı ol. Get dərsləri yoxu, universitet hazırlaş. Gələrsən qaqandan ixtisas seçərik. Başla bəy. Sürüşə qız istəyir mənim üçün. Panyakka. Gəl, narahat olma. Sana da gördüm qızı razborkanı çürütdüm. Qızı sənə həll elədim. Prosta sən də mənə bir söz deyib görməyib. Bu qızı sən saxlaya bilərsən, evlənə bilərsən, pul qazana bilərsən. Əsas pul deyil, əsas biz soğan da yerik, çörə də yerik. Tək ki sevgimiz yaşasın. Nə qararsan, soğan çörək yeyərsən. Ağza gələn danışmaya soğanla küçük sevir qızı. Gəl bura. Panyakkasız. Gəl gör qaqan, sağ maşınla nə verir, gözlə. Ala. Leylək bezləri, ala. Bunu mən nə edirəm ki? Lazım olacaq, sən razborkaya test edəcəksən. Hə. Onda ala birini də verib. Sən görürəm razborkalarda jim-jim eləyirsən. Ala bunu, özün də get, dərsləri yox. Git razborkalara getmə, yeri. Çox, ver sən get. Aha, 130. Ala Şami, problem var. Nə olur? Problem var da böyük problem var da. Nə olur da, nə olur? Ala göndərmədin mənə Razburkaya. Hə. Bu rəqqasənin. Hə. Ala getdim maşınla bir dənə adam gəldi. Adam yoxu div. Ala biceps bu boyda. Triceps bu boyda. Boyun dönmür. Nəfəs alamır ala. Bilsən nə boydaydın? Sən pulsuz qayıtdın sən orada. Ala neyini? Bəs nə oldu Şirin? Bəs deyirdim mən söhbətlərə gedəndə, razborkalara gedəndə bir dənə yanımda zapas skoru olmuş maşını götürürəm. Bir bölümdə meyit maşını götürürəm. Mən belə sındırıram zahamatı, mən belə danışıram, belə. Nə oldu? Ayşəmi ömrü boyu məndə elə olub da bilmirsən məni? Ala mən 6 aylığında meşəyə atıblar. Mən canavar qanı ilə böyümüşəm ala. Hə. Ana südü yeməmişəm mən. Soska ilə canavar qanı ilə. Başa düşdün? Yaxşı, onu belə Mən sənə görə vurmadım. Sən dedi ki, müştəriləri əl qaldırma. Başa düşdün bu söhbət. Bildim, başa düşdüm. Qabaq. Qılış. Telefonun qarətdası var. Megabaytın var. Gedirsən Şirinlə bir yerdə bu söhbət eləyir, qəşəng danışırsan, sivilini qaydada əlzat qaldırmırsan, sən də qıraqdan bir yana video çəkirsən, onu yerləşdiririk bizim Instagram səhifəmizdə, çünki bu dəqiqə bizə reklam lazımdır. Yaxşı? Davay, durun. Ayşəm, mən bu pistəşqanı ilə özüm aparam. Özüm gəl həll edirəm. Nə edəm mən bunu? Yaxşı ki, onu belə eləyək. Sən otur aşağı, get şoşuya zəng elə, gör hardadılar, nə qayırlar, neyinlər, tək getmə Şirin, yaxşı? Tək getmə. Get söhbəti həll elə, pulunu da al, gətir bura. Yaxşı, yığıram. Davay. Tək getmə. Boş elə danışmağı var bunun da. Çəkərsən, çəkmə. Ağacda leylək yuva bağlar gedər, qız sevən oğlan hava bağlar gedər. Bir yerdə ağacda leylək yuva bağlar gedər, qız sevən oğlan hava bağlar. Şirinəmişsə leylək gətirib, leylək bezləri. Şirinəmi gəldi, leylək bezləri gətirdi. Ha, qılı, bu həkimliyin daşını atıb keçmirsən nən xalaqa? Ala yox, nənən xalq, elə yox da, tam elə yox da. Mən burada ancaq məşhurların uşaqlarına baxıram. Mənə tapşırıblar ki, uşaqlarımıza ancaq leylək bezlərindən istifadə edər. Çünki geri məhsul deyil, uşaqları quru saxlayır, uşaqlar da özünü rahat hiss edir. Bildin nə hün? Merhaba, onda peşə bir qızın uşağını gətirmirsən ya apa? Gel gətir. Yox, bir qıza ərə getmir, bu uşağı olsun sonra. Ərə getməyib? Ay yazıq. Dinən girsin Instagrama görün nə oyun çıxadır orada da, hə? Buyur. Az qalır, gireyim. Getdin, narahat olma. Davay. Uşaqlar, leylək bezləri gəldi. Gəlin, bir. Sponsor Leylək bezləri.
Şəmi, Hə. sən mənə birinci abısnavat elə. Hə. Başa sal. Aha. Mən ondan sonra Giferin məhsullarını alım, öz işim birimdə var. Mən Nə deyim, nə öz dilimizdə danış görüm, nə deyirsən? ala xırdala görüm nə var, nə yox da. Xırdalayım da səni. Ay Şirin, bax gördüyün kimi Giper Gips məhsulları yüksək texnologiya ilə hazırlanır. Ay, sağ ol. Hər şey, bax dıngılı molekuluna kimi hər şey laboratoriyadan keçirilir, ondan sonra satışa buraxılır. Özdə Giper Gips məhsullarını evə ki vurursan, içəri girdin nə? Nə? Dağ havası, dağ. Dağ havası? Hə. Ala sən bunları mənə demə, sən mənə istifadə qaydasını bilən mən görüm necə olur. İstifadə qaydası belədir. Asan qarışır, asan yapışır, özdə nə divarlar ağappaq. Bir də bir şey deyim, ustaya da ehtiyac yoxdur, özün də vura bilərsən. Usta ehtiyac yox. Yox. Ala mən onda gedim qaynanamdan pulu götürüm. Gəlim Giferin məhsullarını alım, evimi remont edeyim də. Sən hələ qaynana şotuna fıransan? Ala sənin nə lazım? Qaynana mənim də özümdürəm. Sən qaynana şotu fıramıram. Get, qaynana saç. Hər işimə qarışırlar. Kimin şotuna, bunun şotuna. Sponsor Giper Gips məhsulları. Şoşey, ana gəlin çıxın da gül kimi süfrə açmışam, yeməklər hazır. Ana çatıram, gəl çatladay da. Gəl. Gəldim da Şirin, gəldim ne olur. Gəl, gəl, bu dəqiqədən. Buna bax, Şirin, Şoşey. Şoşey. bu nə də, nə gözəl süfrə açmışsan. Ay Şoşey, bu Acından ölürüm. süfrəyə gözəlliyi verən bol ət kalabasalarıdır. Bol et. Hə, buna bax, gözəlliyə bax. Bu nə də Şirin, bu nə tatlı kalbasadır belə. Şoşey, dadlı olacaq da bu bol ətin səskə kalbasaları həm halaldır,